İndi isə izləyicilərimizin sosial media hesablarımızdan bizə yazdığı suallarınızı oxuyacağıq. Biz öz sosial hesablarımızda sizə ünvanladıq. Toksik münasibətlərdəki təcrübələriniz, xatirələrinizi bizə yazın. Siz də yazdınız. Mən də və əməkdaşlarımız da, dostlarım da bu sualların içindən 10 dənəsini seçdik. Ən maraqlılarını. Bəli, ən maraqlılarını seçdik. Onları oxuyub, burada öz təcrübələrimizi və yaxud da bəlkə fikirlərimizi, nacizanə fikirlərimizi sizlərlə bölüşmək istəyirik. İzninizlə sualları oxuyacağam. Sual verən izləyicilərin adlarını çəkməyəcəm. Sualları oxuyuram. Birinci. Haqsız olsa belə haqlıymış kimi, yaxşı sən dedin, sən deyəndi, yaxşı, yaxşı deyib, başından eləməyə çalışır məni, haqsız olduğunu qəbullanmır. Yəni yəqin demək istəyir ki, burada nə etməlidir? Buyurun, nə fikirləşirsiniz? İzləyicilərə nə önərirsiniz? Məncə ayrısı da məsləhətdir. Çünki hansısa bilmirəm, istər bəydir, istər yoxsa xanımdır, izləyici bilmirəm, amma xanımdır, izləyicilərimizin əksəriyyəti xanımdır, bəli. Sual verən şəxslərin mənə elə gəlir ki, bir bəy xanımı bu qədər incitirsə, bir xanım öz başından atır öz günahlarını. Bəli. Günahını başından atır ki, yalan, belə deyim də, yalandan yola verir ki, atsın onun üstünə ki, o xanımı günahkar hiss etdirsin ki, xanımın atdığı, xanımın dediyi kəlmə, söz o özünün günahıymış kimi manipulyasiya eləyir də bir növ. Eynən. Sənin fikrin nədir? Mənim fikrimcə ya ayrılıq baş verməlidir və yaxud da ki, oturub bunu müzakirə etməlidir. Əgər axırda bu söhbət bir nəticəyə gəlməyəcəksə, təbii ki, də ayrılıq baş olmalıdır. İkinci sualımız. Biz burada ayrılığı təbliğ eləmirik. Əsla. Amma ki, çalışıb incidir, qaçır. Yəni ümumiyyətlə toksik münasibətdən qaçmaq lazımdır. Bu da toksikliyin bir növ nümunəsidir. Ona görə çalışmaq lazımdır ki, bu şeydən çıxaq. Sualımız, ikinci sualımız. Məni qısqanır. Qısa geyinməyə icazə vermir, amma bir şey var ki, məni qısqanmağını demir. İcazə vermirəm demir. Sadəcə deyir ki, sənə yaraşmır, geyinsən belə pis görünsənəcək. Məni manipulyasiya edir və özünü qısqanc yox, düşüncəli kimi göstərir. Məncə qəbul edirsiniz manipulyasiya elədiyini fərqindəsiz, amma deyirsiniz ki, nə etmək istəyirsiniz? Məncə manipulyasiya olduğunuz yerdə qalmayın və düşünürəm ki, bunu ona deyin ki, mən fərqindəyəm, sən nə etmək istəyirsən? Manipulyasiyanın uzmanıdır. Və gəlməmək lazımdır. Bəli, bu professional manipulyasiyasıdır ki, bir insana belə geyiminə qarışmaq məncə manipulyator insanların elədiyi bir şeydir. Toksik insanların elədiyi bir şeydir. Yəni sən düşünürmüş kimi göstərir. Hər şeyi sənin əvəzinə mən düşünərəm. Sən heç nəyi mənsiz bacarmazsan, mənim fikrim olmasa sən heç nə edə bilməzsən kimi fikirlər zaten toksik insanların düşüncələridir və toksik münasibətdə olduğunu göstərir bu əziz izləyicimiz. Üçüncü sual. Əlavə fikriniz yoxsa keçək üçüncü sual. Axşam dava çıxarır, küsür məndən, amma səhər heç nə olmamış kimi davranır. Küsmüş kimi yox. Onun belə dəngəsiz olması bu ilişkidə məni psixolojik olaraq çox yorur. Qəşəng sualdır. Ayrılıq deyəcəkdim. Davranmaq ya xəyanət var ortalıqda ki, axşam axtarıb soruşmarsın ki, nə edirsən? Ya da ki, ola bilər. 100% kimdəsə danışır ki, narahat eləməsin xanım onu. Dava salır. Deyirsən dava salır ki, axşam sakit qalsın. Dava salır ki, o da bir taktikadır. Taktikadır mənə elə gəlir ki, ya xəyanətdir mənim düşüncəmlə. 100% xəyanətdir. Ya da ki, qərarsız bir insandır ki, qarşısındakı insana bilmir necə davranmaq lazımdır deyə düşünürəm. Dördüncü sualımız. Xanım deyir ki, toksik sevgilim var idi. Ona sən heç vaxt xoşbəxtliyi tapa bilməyəcəksən. Sən xanıma deyib. Sən heç vaxt xoşbəxtliyi tapa bilməyəcəksən. Hər zaman zəhərli münasibət yaşayacaqsan. Dostlarınla, ailəndə, uşaqlarda həmişə xoşbəxt olmayacaqsan. Belə deyib və ayrılıb xanımdan. Bu da sual verir ki, mən onun qarşılığında nəsə etməliyəmmi? Düşünürəm ki, məncə sizin sakit qalmağınız və öz həyatınızı xoşbəxt yaşamağınız elə onun ən böyük cavabdır. Bu toksik insanların elədiyi bir haldır. Yəni belə deyək də, o ümumiyyətlə belə kişilərdən uzaq durmaq lazımdır. Qarğış eləyən kişi
işi deyil məncə. Yəni bir qadına Yəni, kişi hə, belə o dində qarğış edirsə, düzgün belə bir ağır şey deyil. sözlər Hə. deyirsə, Bu da bir nə dərəcədə manipulyasiyanın düzgündür? formasıdır da. Yəni Bu da məncə egosu. boş ver, həyatını yaşa. özündən razıdır ki, Ego, deyir ki, bəli, özünü özünü ego, niyə sən mən egoistlikdir bu. Egoistlikdir ki, Egoistlik. bir mana pislik arzunun o vicdanla yaşasın içində. Eynən onun içində Kim Mən məni o o vicdan onu yorsun. Mənimlə bərabər olsun, o da ola bilər. Qoy mən belə pis arzular eləyim, odanca gəlsin məndən. Məndən Aslı, amma heç kim ona yaxşı davranmasa, gəlsin Mən sözümü sən düz deyirdin, sən düz mən deyirdin, gəldim. mən sənə geri ayrılmazdım. Eynən. Belə bir cümlələr. 5-ci sualımız. Məncə onları toksik edən ailələridir. Uşaqlıqdan özləri toksik bir ilişkinin uşaqları olublar. Valideynləri tərəfindən dəngəsiz şəkildə, toksik şəkildə sevgi görüblər deyə elə bilirlər, sevgi də elə olur, münasibət elə idarə olunur. Bu sual deyil, fikirdir. Sizin fikriniz nədir? Məncə düzgün vurma. Zaten biz bunu vurğuladıq bayaq. Daha doğrusu mən vurğuladım. Vurğuladım ki, ailədən gəlir çox şey. Həqiqətən də belədir. Yəni biz ailədə də, yəni bizim nəsil uşaqların çoxusu toksik münasibətlərin içində böyüyüblər və elə görüblər. Onu da davam elətdirirlər. Özünü sağalda bilənlər sağaldır, özünü düzəldə bilənlər düzəldir, amma təəssüf ki, düzəldə bilməyənlər də, toksik münasibətdə olanlar da çoxdur ətrafımızda gördüyümüz qədəri ilə. Evliyəm, yoldaşım anası ilə mübahisəmiz olanda anasının tərəfini tutur, anası haqsız ola. Xanıma nə demək istəyirsiniz? Amma uşağım. Başqa deyə bilərəm. Sual belə təkrar eləyə bilərsiniz. Deyir ki, evliyəm, yoldaşım anası ilə mübahisəmizdə, anası ilə xanım qaynanası ilə mübahisəsi olanda xanımın yoldaşı anasının tərəfini tutur. Mənə gəlir ki, bəyin çox öz günahı var. Ki, hər iki tərəfi dinləməlidir. Yox. Ondan o söhbətdə olmamalıdır. O dağı olmamalıdır. Hər ikisində o biri valideynidir, biri də həyat yoldaşıdır. Yəni heç birinə keçə bilməz və onların arasında da ən böyük günah mənə elə gəlir ki, bəydədir. Mən də elə düşünürəm. Düşünürəm ki, ümumiyyətlə bu mövzularda, yəni qaynana, gəlin, yoldaş mövzusunda məncə bir tərəfli bəylər heç bir fikir bildirməməlidir. Nə xanımı tərəfindən, nə deməlidir təklikdə hər kəslə danışır. Əgər kiminsə səhvi varsa, məsələn, yoldaşının səhvi varsa, yoldaşını kənarda, qaynanasının yanında, yoldaşını əsla, anasının yanında əsla alçatmamalıdır. Eləcə də əgər anasına hər hansı bir söz demək istəyirsə, bunu xanımının yanında eləməməlidir. Kənarda anasına öz fikrini, öz sözünü deyə bilər ki, məsələn deyirəm, mənim ailəmdir, bu cür olar, mənə qəbuldur və yaxud da necə deyim, bu hərəkəti mənim üçün okeydir. Artıq o anasıyla söhbət eləyəndə bunu mən xanım eşidə eləməsə də olar, amma bu söhbətləri eşidilmədən eləməlidir. Yəni burada tərəfsiz qalmalıdır məncə. Əgər tərəf tutursa, deməli ki, problem var, amma bu münasibətlərdə məncə düşünürəm ki, bəylərin mövqeyi tərəfsiz olmalıdır. Tərəfli olsa belə bunu heç kəsi qırıb incitmədən eləməlidir. Sonra 7-ci sual. Mənim toksik münasibətim dostlarımladır. İstəyir ki, başqa dostum olmasın, digər dostlarımla aramı vurur. Tanış bir mövzudur mənim üçün. Onda buyur sən fikrimi bildir. Tanış bir mövzudur mənim üçün. Sən fikrimi bildir. Ki, mənə gəlir dostluqda qısqanclıq çox düzgün bir hərəkət deyil. Şirin qısqanclıq da yenə də. Şirin qısqanclıq tamamilə başqa bir şey də olmaz. Dostundur da, yəni. Yəni məni çox istəyirsən, onu az istəyirsən. Şimdi belə söhbətlər olmamalıdır. Onunla daha çox görüşürsən, məndən daha az görüşürsən. Ona çox dəyər verirsən. Ola bilər ki, mənim şəxsən həyatımda var belə bir situasiya. Şəxsən bu situasiyada mən çox yaxşı qarşılaşmışam. Məsələn, mənim həyatımda elə bir rəfiqəm var ki, daha çox niyə o rəfiqəvə daha çox dəyər verirsən, mənə daha az dəyər verirsən. Hardan bilir? Kimə necə dəyər verdiyini, nə ilə ölçür? Yəni bu insanlar nə ilə ölçürlər? Mənə gəlir ki, öz beynində qurur. Öz beynində qurur və sənin qabağındakı insana deyir ki, məsələn sən onu daha çox istəyirsən, mənə daha çox az istəyirsən. Məncə dostluqda və rəfiqəlikdə bu olmamalıdır. Məncə də. Yəni o sən dostundur. Düzdür, mən dostluq anlayışını biraz fərqli bölürəm. Yəni necə? Mənim üçün rəfiqələr var və dostlar var. Dostlar dediyim çox təklik insan var və rəfiqələrim dəyişə bilir. Olduğum yerə, məkana, iş yerinə, nə bilim,
belə deyək, bəziləri var, məsələn, eyni yerdə işləyirsən, münasibət qurursan, sonra yəni çox ara-ara danışırsan, bunlar mənim üçün rəfiqə kateqoriyasına girirlər, amma dost dediyim çox tək-tük insan var və mən onlara qarşı belə bir hiss heç vaxt hiss eləməmişəm. Çünki onların da öz həyatı var. Yəni belə deyim, ona görə mən düşünmürəm. Sağlam düşüncə deyil məncə. Keçək. Toksik eksim yeni sevgilimə mənim haqqımda yalan yanlış şeylər danışır, nə edim? Ümumiyyətlə eksivin yeni sevgilinlə nə işi var? Və hardan tanıyır və hardan bilir? Çox maraqlı bir sualdır. Həqiqətən də. Və qabağındakı insan ona inanır. Əgər inanırsa, məncə onu da sorğula bir. Məncə ayırsan daha məsləhətlidir. Elə ikisindən də uzaqlaş. Ən gözəli. Digər insanlarla 9-cu sualımız, digər insanlarla aşırı istiqamlı səmimidir. Mənə də elədir, amma insan içində olanda mənə kobud davranır, ciddi imiş kimi görünməyə çalışır. Yəni dediyim kimi özünü sübut etməyə çalışır ki, mən beləyəm. Öz egosunu təmin edir başqalarının yanında. Ancaq bunu ondan danışa bilərsən ki, davranışındakı tutarsızlığın səbəbi nədir deyə oturub danışa bilərsən. Sualımız, sonuncu sualımız, yekunlaşdıram. Deməli, qalereyasında qızın şəkilləri var. Qalereyasında qızın şəkilləri var. Qız da köhnə sevgilisidir. Həm də gizli albomda da şəkillər. Daha enteresan şəkilləri gördüyümü dedim. Ona əsəbləşib qışqırıb. Niyə? O da əsəbləşib qışqırıb telefonunu icazəsiz açmısan dedi. Aha, üstə çıxma. Bu bayaq sənin dediyin məsələdir. Həyatını öz bastır eləmək və kimisə unutmamsansa, kiminəsə münasibətə girmək məncə doğru bir hər addım deyil. Yara bandı kimi. Və ondan əvvəlki sabahsı gün həmin insanla təzədən barışmaq. Məncə sən münasibəti bir gözdən keçir bacım. Məncə gəlir ki, insanın keçmişini unuda bilmirsə, həyatında yeni kimsə almaq məncə düzgün bir hərəkət deyil. Çünki onu da incilirsən. Zaten sən onu sevmir, o xoşbəxtlik vermir. İlk növbədə özünə xoşbəxtlik verməyəcəksənsə, onunla niyə münasibət? Ondan sonra bütün belə deyim də, düzələndən sonra bəlkə o insan sənə yara bandıymış kimi gəlir də. Sonradan bəs o özünü sorğulayacaqsan, özünü sorğulayacaqsan ki, bəs mən bu insanı sevməmişdim, amma mənə yaxşı gəlirdi. Bir müddətdən sonra yaxşı gəlməyə də bilər. Yaxşı gəlməyə də bilər. Sonra vicdan hiss edə bilərsən ki, mən pis gündə yanımda olub, necə ayrılım məsələn, o da ola bilər. Yəni ümumiyyətlə hər iki tərəfə haqsızlıqdır bu yara bandı məsələsi. Hər iki tərəf üçün yaxşı bir şey deyil. Məncə bir münasibətə başlayırsansa, əgər münasibətin bitibsə, söhbət formal bitməkdən getmir, həqiqətən bitibsə, o zaman yeni münasibətə başlamalısan. Suallarımız bu qədər, mesajlarımız bitdi.